Yaman nənəsi var idi. Allah rəhmət eləsin. Allah rəhmət. Yaman nənəsi vardı. Bu Allah nənəsi mənə belə yaman tanıram axı. Bəli. Bax görün mənə, sən Bitti Mərziyənin oğlu deyilsən. Allah rəhmət eləsin. Öldü də. Rəhmətlik nənəsi Məruf Bitti Mərziyə idi, yaman da arvadıdır. Bəli, bəli. Bunlar axı, bunlar 32 qardaşla 22 bacı. Bəli. 32 qardaş, 22 bacı. Baba insan o belə zayman eləyəməz. And olanlar nənə sözü deyərdi. Nənəsi deyərdi elə bala, əlim boşa çıxardı, doğardım. Deyər elə gedərdim çeşmə başında, paltar yuvardım, durardım əlimdə, doğardım, durardım ayaq. Gedərdim, qab yuvardım, durardım ayaq, doğardım, durardım ayaq. Deyər arvatlarla danışadı, bacı versin, nə var nənə, tərsə, nə qarəysə, nə qarə da ver, icazə ver bacı, mən əlimdə birin doğum gəlim danışaqdım. Deyər hələ birin doğardı, birin boğardım. Bunun nənəsi ilə dədəsi hələ bir-biri ilə küsülü idilər, ha. Gör bunlar bir-biri ilə küsülü olmasaydılar, bunlar neçə dənə idilər. Bax görün mənə. Hə. Mənim nənəm doğub, sancısın sən niyə çəksən?